saat 11'dən yoxdur, nə uşaq yoxdur, nə müəllim yoxdur, nə şagird yoxdur. Heç bir başlı-başına altı haqsızlıq alıb başalıb gedir. Xahiş edirəm. Təhsil Nazirliyi Qarabağ Regional Təhsil İdarəsi 14 saylı tam orta məktəbin fəaliyyətindən müəllim narazıdır. Belə ki, Ağdam rayon 4 yol 1 qəsəbəsində fəaliyyət göstərən 14 saylı tam orta məktəbin müəllimi məktəbin direktorundan şikayətçidir. Media TV Azmedia qrupuna müraciət edən məktəbin laborantı Zahir Əliyev bildirir ki, 14 saylı tam orta məktəbin direktoru Hacıyeva Halə müxtəlif bəhanələr gətirərək onun bütöv ştatını yarı ştata indirib. Müəllimin iddialarını cavablandırmaq üçün məktəbin direktoru Halə Hacıyeva ilə əlaqə saxlamaq istədik. Çox təəssüf ki, xanım direktor telefon zənglərimizə cavab vermədi. Əliyevi təqdim edirik. Qarşı tərəfi dinləməyə hazırıq. Ağdam rayon 4 yol 1 qəsəbə sakini Əliyev Zahir Malikoğlu. Mən hal-hazırda Ağdam 14 nömrəli Texniki Fənlər Təmayülə Məktəb Liseyində kimya laborantı işləyirəm 2001-ci ildən. Hal-hazırda məktəbin direktoru Halə müəllim mənim ştatımı qanunsuzluqla endirib aşağı. Xahiş edirəm bu işlə ciddi məşğul olasın. Aidiyyəti qurumlara da yazıram. Dəfələrlə deyirlər ki, get məktəb direktoru həll etsin, o da həll eləmir. İndi hal-hazırda məktəbimizdə saat 4 yol 1 qəsəbəsinin məktəbi, 14 saylı məktəb, yəni saat 11'dən yoxdur, nə uşaq yoxdur, nə müəllim yoxdur, nə şagird yoxdur. Heç bir başlı-başına altı haqsızlıq alıb başalıb gedir. Xahiş edirəm bu işlə ciddi məşğul olasınız. Nədir? Dəfələrlə şikayətimizi zad eləmişik, regionala müraciət eləmişəm, Tahir müəllimə müraciət eləmişəm. Baxan yoxdur, cənab prezidentimizdən xahiş edirəm ki, bizə kömək olsun, bu işi araşdırsınlar.